Salam, 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 xoş gördük. Hara gəldik, hörmətli izləyicilər. Hamımız Zaqulba trasıdır. Sibristan kardioloji sanatoriyaya gedən yol. Dalanlarda 200 metr məsafədə dəniz panoramalı bir dənə evimiz çıxıb, qiymətini aşağıdan qeyd eləyəcəm. Maşının da səsi part ya, part. Sənət də ki bizdə nədir? Tam mülkiyyət, paket kupçu, ipotekaya yararlı hörmətli. Bildiniz daha söhbət haradan gelir. Yəni təkrarlamanın və görsətməyə yeri yox. Düz asfalt, düz dəniz, qabağında heç nə yox, təmiz hava, əla, nəmişlik də bir dənə nəmişlik yoxdur. Getdik. Gəl qardaş. Deyirəm də sizə, torpağın sotu burada 40 mindir. Kimdən istəsə soruşa bilərsiniz. Gəl. 4 sotdur hörmətli izləyicilər. 4 sot özdə şəxsi tikilidir. Yəni makler evi də orada. Baxanda bilinir də bir dənə çək görsənir. Bax gör, belə makler evi olur. 2 mərtəbədir, monolit evimiz. Üstü mansard tiplidir. 3 yataq otağıdır. Aşağıda qonaq otağı ilə kuxna bir yerdədir. Suyuna bax. Suyun naporuna bax qardaş. Buna baxın. Gördün? Qazı, su, işığı, hər şeyi var. Üstü bağlı, belə maşınınızı saxlayırsınız burada qardaş. Düzdür, indi deyəs baseyni yoxdur. Yoxdur, canın sağ olsun. Baseyn istəyirsən, burada baseyn. Adam var, heç baseyn istəmir. Düzdür? Yeri ki dəyişmək olmur, baseyni düzəltmək olur. Amma yerini sən heç vaxtı evin yerini dəyişənməz. Yeri ideal. Bu böyrübaşı hamısı səviyyəli evlərdir. Burada biz biləsiniz ki, kimlər yaşayır, kimlərin evi var, nə tər evlər var. Bura deməli, həyat üçün nəzərdə tutulmuş hamam tualetidir. Kombisi də oradan. Evin isitmə sistemi kombidir. Pultla idarə olunan qapı. Suyun naporunu gördün də sən. Suyun naporuna bak. Kommunallarda interneti də var. Gəl. Yeraltı su ambarı var. Amma süzənəcə ehtiyac yoxdur. İşıqlandırması var həyətin. Burada da üstü bağlı. Yəni bu evin sahibi bu bağdan istifadə eləməlidir. Haradasa bir ay, 2 ay cəmi burada yaşayıb ya yox. Reşotkalarını vurub. Deyirəm, neyin öyle reşotka vurub? Yəni burada heç oğru, hamısı kamera sistemidir. Yəni belə şey yox. Burada bağlıdır. Bunun altı da zirzəmidir. Həmən o sanuzyol olan yer. Ya bir dənə bura, arxasında çək görsən. Monolitli evdir ya. Kondisioneri də var. Qiymət 255 min, aşağı yeri olacaq. Sənət tam mülkiyyət. 120 kvadratda evdir. 120 kvadrat 4 sot. İpotekaya tam yararlıdır qardaşlar. Gəlin, baxın, yəni budur da olanımız. Ev sahibi, yəni burada yaşamır. Özü üçün tikdirib yaşamır. Deməli, döşəməsi istipoldur. 2-ci mərtəbəyə qalxan pilləkən. Burada yerləşir, gəl bura qardaş. Bura bir xəttə çəkib, buraya nəsə kranzat da qoyub, paltar yuanzadı qoyub. Hamam tualetidir. Aksesuarlarına baxıram, hamısı Türkiyənindir. Yəni, yaxşısından qoymuşam. Ucuzlardan deyil. Pilləkənin altında belə boş yer. İstipolun kollektoru. Mətbəxlə qonaq otağı bir yerdədir. Bax. Mətbəx mebeli də var. Baxdım mebelə, deyəm, qardaş, bu mebel təptizə qalıb. Belə bir yaşamamışsın içində. Deyir, 2 aydır yaşamışam burada. Məqsəd yəni odur. Deyir, aboyları zaten hamısı tərtəmiz, moyuş aboylardır. Bax, belə. Kim alsa Allah xeyir versin, zəng eləyin, gəlin, baxın. Bax, siz onu yaxınlaşır. Balkondan dəniz. İndi göstərəcəm sizə. Dənizi də göstərəcəm. Gəl. 3 dənə də yataq otağı. Yəni bir də xatirə. Burada torpağın sotu 40 min manatdır. Lüboy adamdan, başı çıxan adamdan soruşa bilərsiniz. Bura bilgətdir də, yəni bildinizlər. Bilgə 20-ci dalan. Sanuzyoldur. Sanuzyoldur, gəl. Doğru. Bura mansard tiplidir də, bax. Bu bir otağıdır. Açmışıq skvazını, bir dənə hava işləyir. Bura heç kondisionere ehtiyac yoxdur. Birinci mərtəbə istipol, 2-ci otağıdır, yataq otağı. Yəni, yaxşı təklifdir. Çıxacaq balkona. Bu da 3-cü otağında çək balkona çıxaq. Əslində bu tərəfdə də balkonu var. İsitmə sistemi, bax, radiatora qoy, İtalyanskidir. Gəl. Gəl bir dənə dənizi də görsədək, sizə baxın görün ki. Panorama dəniz. Gəl. Qardaş, açıqda promoy.
Çək dənizi yaxınlaşdır. Qabağında heç nə yoxdur, bomboşdur. Əla variant. Həyəti, hamısı yaşayış, hamısı villalardır, yəni. Bura bahalı yerdir, açığı bilmək istəyirsinizsə. Burası bu evdə elə bir düşüb ortalığa brilyantların içindədir. Gəlin, alın, basen sonra da tikə bilərsiniz. Sağ olun.